Bu günləri biz bura şəhidlər ziyarət eləməyə gəlmişik. Bu günləri Noruz müəllimin il dönümünə erişmişik. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində yəni bizim xalq qələbə qazandı. Bizim övladların qanı, canı bahasına onlar elə bir tarix yazdı ki, bütün dünya səviyyəsində bizim Azərbaycan xalqı qələbə qazandı. O nöqteyi nəzərdən də bu şəhidlər hamısını qiymətləndirmək ona görə lazımdır ki, Allah rəhmət eləsin xanıya. Xanı gözəl insandır, gözəl qardaşıdır. O daima həmişə bütün tədbirlərdə bizi gəlib, bizim bu balalarımız ziyarət eləyirdi, çıxış eləyirdi. Bilirsiniz, biz yaxşı insanları, dəyərli insanları həmişə qiymətləndirməliyik. Ona görə ki, onun çox əziyyəti olubdur. O, bizdə Qarabağda döyüş başlayandan dadım, o dünyasını dəyişənə qədər bizim Ağdam cəmaatına, Azərbaycanımıza xidmət eləyib. Bu danılmaz bir işdir. Yəni, ona görə də mən bütün şəhidlərimizə, hamısına yaxşı və ruhları şad olsun, yerləri cənnət olsun. Allah xanıya da yenə, onun da yeri cənnət olsun, onun da çox əziyyəti oldu. Allah bütün şəhid analarına səbir versin, atalarına səbir versin. Yəni ki, belə övladlar yetişdirmişik. İndi biz burada hamımız ayaq üstə durub, bəli, bir-birimizin gözümüzə dik baxırıq. Hamısı bütün o şəhidlərin hesabına. Allah bütün şəhidlərimizə rəhmət eləsin, sağ olun. Sizin də çox əziyyətiniz olubdur. 5 ildir sizdə, bəli, bizlə bir yerdə çalışmışsınız. Allah sizləri də var eləsin, əskik olmuyor. Allah şəhidlərimizin məqamını verəsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah xanı qardaşımıza da yeri cənnət olsun, ruhu şad olsun. Xanı qardaşımız evdən yox, evdən gedibdir. Allah onun ailəsinə, evlatlarına səbir versin. Evlatlar da atasına layiq evlatlar olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah xalqımızı bir eləsin, ordumuzu qorusun. Ordumuz, millətimiz daimi prezidentimiz dəmir yumruğunun ətrafında həmişə bir olur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sağ olun, Allah köməyiniz olsun. Allah şəhidlərimizin məkanı cənnət, ruhlarını şad eləsin, məqamları ucalardan uca olsun. Biz analara, əzizlərinə də səbir dözüm versin. Sizlərə də çox sağ olun, var olun. Bu 5 ildir yanımızdasınız, bizləri tək qoymamışsınız. Borcumuzdan. Məkanları cənnət olsun balalarımızın. Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri, məkanları cənnət olsun. Allah ata-analara, analara səbir versin. Ayrı nə deyim. Bugün şəhidimiz Mayor Novruzun il dönümüdür. Novruz kimi mayor igidlər tək-tək gəlir bu dünyaya. Onun kimi qəhrəmanlar tək-tək yetişir. Bir Novruzun ata-anası həyatda olmasa belə dünyasına dəyişib, Allah hər ikisinə rəhmət eləsin. Biz şəhid anaları özümüzə borc bilirik ki, şəhidimizin bugünkü günündə yanında olaq. Mən buradan üzümü tuturam bəzi şəhid analarına da. Vaxt var idi ki, bizim şəhidlərimizi bəzi aparıcılar, bəzi o TikTokda oturan layiq deyil bizim şəhidlər xiyabanında onların adını hallandıram. Elələrinə qoşulub, biz şəhid ailələrinin, bizim şəhid oğlanlarımızın adına ləkə gətirməsin. Bəzi şəhid ailələrimiz, bəzi qazilər pul xətrinə, reyting xətrinə, köhnə günlər unudulmasın. Dünən anam günü idi. Azərbaycanın hər bir bölgəsində bizim şəhidlərimizin anam günü idi. Mən dünən çox pis oldum. Ona görə pis oldum ki, 5 ildir bizlə bərabər bu Ağdam Şəhidlər Xiyabanında bizim kəşfiyyatçı xanı bizlə bərabər bayramlarda,
bəzi tədbirlərdə, şəhidlərimizin hər birinin il dönümündə, ad günündə bizlə bərabər çiyin-çiyinə, soyuqda, istidə bizlə bərabər bu şəhidlər Ağdam Şəhidlər Xiyabanında olurdu. Dünən xaranı aramızda görmədiyimizə görə biz şəhid anaları çox pis olduq. Allah ona qəni-qəni rəhmət eləsin, ailəsinə səbir dözüm versin. Xanı kimi oğullar tək-tək gələr bu dünyaya. Onun ruhu şaddır. Bütün Azərbaycan xalqı, tanıyanlar, bilənlərin ağlında xanı elin bir qəhrəmanı kimi qaldı. Tanıyıb bilməyənlər də xanı dünyasını dəyişəndən sonra xanının qəhrəmanlıqları ilə döyüşçü olduğunu bilməyənlər də gördülər, bildilər. Xanı oldu bütün Azərbaycanın hər bir insanın qəlbində bir qəhrəman, bir igid. Allah rəhmət eləsin, yeri nurla olsun, evlatlarına, ailəsinə Allah səbir versin. Allah sizdən də razı olsun ki, mən 5 ildə dilimə gətirməmişdim. 5 il tamam oldu şəhidlərimizin. Bəzi şəhidlərimizin günlər keçdikcə bir hamısının 5 ili tamam olacaq. Hamısı ruhu şad olsun. 5 ildə dilimə gətirmədim, amma bundan ikinci səfərdə dilimə gətirirəm ki, bizim şəhidlər xiyabanında nəinki, biz şəhid ailələrinin evlərində, ziyarətdə, dövlət kanalları, jurnalistləri təkəm hallarda iştirak elədilər. Amma 5 il bizlə çiyin-çiyinə, bayaq dediyim kimi soyuqlu, qarlı, isti havalarda blogerlərimiz dayandılar. Bizim oğlanlarımız düzdür. Bütün tək Azərbaycanda yox, bütün dünyada 44 gün adı ilə bir tarix, rəqəm qoydular, getdilər, tanındılar. Amma ona baxmayaraq bizim yanımızda daimi bizlə bərabər sizin kimi blogerlərimiz oldular. Mən buradan öz adımdan da hər birinizə təşəkkür edirəm. Çox sağ olun, bizim də borcumuzdur. Hər zaman sizin yanınızda olmaq, sizlərlə birlikdə olmaq. Allah şəhidlərimizin məqamını ucaylasın. Qazilərimizə, veteranlarımıza şəfa versin, kömək olsun. Allahdan sizə səbir diləyirəm. Allah razı olsun. Çox sağ olun. Sağ olun.